Hungry, angry. Angry, hungry. Asan sözlərdir, amma çox adam çaşdırır. Biri ac, biri əsəbidir. Turan müəllim bu dəqiqə işıq tutacaq. Deməli, angry olur əsəbi. Necə yadda saxlamaq olar? Angry, əsəbi, Hər ikisi Azərbaycan və ingilis dilində tərcümələr ilə başlayır. Biraz da çürükçü dostlarımız olsa, desə o biri söz üstündə mənə ipucu verməliyim. İşığımızı tuturuq, görürük ki, hungry ilk saatimiz Azərbaycan dilində tərcümə ac, A. Cümlələrdə işlədək. If you are hungry, I can order something for you. Əgər sən acsansa, mən sənə bir şeylər sifariş verə bilərəm. Angry, Məsələn, deyək ki, what happened? Why are you angry? Nə olub? Niyə əsəbsən? Əgər sizin də çaşdırdığınız hansısa 2 söz və ya 3 və ya 4 söz ola bilər, deyilişi, tərcüməsi, oxunuşu, yazılışı varsa, rəydə yazın, Turan müəllim işıq tutacaq.